Salam əziz izləyicilər. Demək, Güvən nəşrlərinin qrup fənlər üzrə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, baxıram sinif 11 riyaziyyat sualların izahı. Demək, birinci sualda bizə nə deyir? Deyir, aşağıdakı ədədlər cütündən neçəsi qarşılıqlı tərsdir? Baxın, qarşılıqlı tərs hansı ədədləri deyirik? Hasili 1-ə bərabər olan ədədlər. Mesela baxıram A variantına, daha doğrusu birinci suala. Bunları bir-birinə vuranda 1 eləyirmi? Xeyr. Demək, bu olmaz. Baxın, bunları bir-birinə vuranda 1 olurmu? Bəli, biri bu. Baxın, kök 18 nə deməkdir? Kök 18 ilə 3 kökdə 2 deməkdir. Bunları da bir-birinə vuranda ixtisar gedir, 1 qalır. Biri bu. Bu olmaz. Hasili müsbət 1 olmadı, amma o mənfi 1 olur. Baxın, bunları da bir-birinə vuranda 1 olurmu? Xeyr. Demək, neçəsi olduğu x'i. Yəni B variantı. Növbəti baxıram ikinci suala. Deyir, ikizlər eyni zamanda atdıqda düşən xalların cəminin 4 olmaz hadisəsi üçün əlverişli halların sayı. Demək, əlverişli halların sayı deyirsə, mümkün hallar sayı 36'dır normalda. Amma xalların cəminin 4 olması üçün əlverişli halların sayı nə olacaq? Demək, zərb bilirik ki 1, 2, 3, 4, 5, 6 xal var. Baxın, bu 1 olsa, baxın, cəmi 4 olmaq üçün bu 3 ola bilər. Və yaxud da birinci zərə 3 düşər, ikinci zərə məsələ 1 düşə bilər. Sonuçta cəmi nədir? Hər ikisinin 4 olur. Cəminin 4 deyir də, bəli. Ola bilər 2, 2 düşsün. Baxın, artıq bunların yerini dəyişmə mənası yoxdur. Çünki bir-birinə bərabərdir, axı onun görə. Demək, burada neçə hal oldu? 1, 3, 3, 1, 2, 2. 3 hal. Oldu C variantı. Demək, növbəti sual 3'ə baxıraq. Demək, 3'də belə bir çevirə. Bu olsun belə. Demək, bura A, bura C, E, F, B, D. Bizə nə istəyir? O mərkəzi çevrədə CD parçası çevrəyə F nöqtəsində toxunur. AC, CD perpendikulyar. Bura 90. BD də CD perpendikulyar qeyd eləmişik. BD 5. AE 11. Baxın, bura 11. Və çevrənin radiusunun uzunluğunu istəyir. İndi fikir verin. Baxın, mən buranı belə birləşdirsəm, radius toxunanda 90 necə əmələ gətirirmi? Burada nə görürəm? Baxın, bu düz xəttlər paralel olduğunu görürük. Hardan görürük? 3 düz xəttdə, baxın, 4-cü düz xəttlə eyni bucaq altında kəsişir. Yəni, hamısı 90'dır. Ona görə biz həmin düz xəttlərə paralel düz xəttlər deyə bilərik. Bu belə. Paralel olduğunu dedik. Düzdürmü? Baxın, bura mərkəzsə diametri yarıya bölünürmü? Bəli. Demək, bunlar bir-birinə bərabərdir. Həm paraleldir, həm yarıya bölübsə, demək, mən buna orta xətt deyə bilərəm. Düzdür? Baxın, burada yazan bir x. Şimdi biz buna trapesiya kimi baxsaq, əgər, baxın, OF orta xətdirsə, baxın, elə bu orta xətt əslində elə radiusda, düzdürmü? Demək, buradan, baxın, bir dənə paralel bir düz xətt çəkirəm. Yəni, perpendikulyar bir düz xətt çəkirəm. Fikir verin, bura 5'dirsə, burada nə olur? 5 olur. Düzdürmü? Burada normalda olmalıdır 5. Burada əslində şəkil biraz yanlış çəkilib. Bir dəqiqə bunu silim. Şəkil elə doğru vermir. Əslində orada AE, baxın,
Buranı mən birləşsəm, əslində bura 90 verməlidir. Niyəsini deyəcəm. Məsələn, düşünə bilərsiniz ki, nəyə görə 90 oldu? Əsaslandıracağım, amma burası şəkil yaxşı çəkilməyib. Deyək, mən şəkili çəkim, vaxt getməsin. Sonra ekran görüntüsünü paylaşacağım. Baxın, normalda şəkil bu şəkildədir. Baxın, bayaq niyə şəkili sildim? Çünki burada, məsələn, mən buranı birləşdirib, bura 90 demək istəyirəm. Bayaqki formada 90 orada görünmürdü, şəkil yaxşı alınmamışdı. Baxın, məsələ deyə bilərsiniz ki, hardan bildiniz ki, baxın, bu nöqtə, məsələn, BE nöqtəsini birləşdirsən, bura 90 olur. Biz normalda bilirik ki, çevrədə 2 vətər, məsələ, diametrə söykənirsə, arasında bucaq 90'dır. Düzdür mü? Bura 90 olmalıdır da. Nəyə görə? Çünki, baxın, diametri çevrəni yarıya bölür. Bura olur 180. Baxın, bunlar da daxili bucaq qaydasına görə, bura nə olur? 180 yarısı 90. O qaydaya əsasən mən bilirəm ki, biz buranı birləşdirsək, baxın, bunlar arasında bucaq 90 olacaq. Aydındır, yəni 90 oradan gəlir. Aha, ora 90'sı təbii ki, burada 90'dır. Burada 90, burada 90 vermişdi. Bura 5'dirsə, baxın, YC-də 5'dir. Bu belə. Baxın, YC-ni tapdım. Nəyə görə 5 olduğunu bildiniz. İndi fikir verin, buranı birləşdirsə, bura radius olurmu? Baxın, bura oldu radius. İndi bayaq qeyd eləmişdim. Baxın, 3 düz xət, 4-cü düz xətlə eyni bucaq altında kəsişirsə, demək, həmin 3 düz xət nədir? Paraleldir. Onda belə çıxır ki, baxın, bunlar hər biri bir-birinə paraleldirsə və bu paralel düz xət, baxın, buranı yarıya bölürsə, niyə yarıya böldü dedik? Bunlar radiusdur, bərabər olduğunu bilirəm. Ona görə yarıya bölmüş olur. Artıq paralel düz xətti yarıya bölürsə, baxın, biz bu düz xəttdə orta xətt kimi baxa bilərik. Artıq orta xətt bərabərdir, yəni radius bərabərdir. Böyük oturacaq oldu neçə? 16. Kiçik oturacaq 5. Trapesiya qaydası. Böldüm 2'yə. Demək, 21 bölü 2 olacaq 10,5. Cavab olur E variantı. Növbəti baxıram 4-cü suala. Baxın, loqaritma 5 əsasdan x böyükdür 1-dən. 4-cü sual. Loqaritma 5 əsasdan x böyükdür 1. Deyib bərabəsini həll edin. Baxın, əsas loqaritma bərabərində əsas 1-dən böyüksə, işarə dedik ki, olduğu kimi qalır. Ona görə loqaritma altı ifadə x böyük nədən? 5 üstü 1-dən. Yəni x böyükdür 5-dən. X böyükdür 5 oldu B variantı. Yəni bu arada x də 0-dan böyükdür. Hər ikisinin kəsişməsi getməlidir. Kəsişmə də elə x böyükdür 5'i verir. Həmişə buranın 0-dan böyük olduğunu düşünün. Baxıram 5'ə. 5'də deyək, velosipedçi ilə piyadanın sürətləri 5 bölü 2. Demək, velosipedçi ilə piyadanın. Demək, VV yazıram. Velosipedçinin sürəti bölünsün piyadanın sürəti bərabər nəyə? 5 bölü 2'yə. Əgər velosipedçi müəyyən məsafəni 48 dəqiqəyə gedirsə, piyada eyni məsafə neçə dəqiqəyə gedər? Baxın, velosipedçinin sürəti olsun 5K, piyadanın sürəti olsun 2K. Düzdürmü? İndi eyni yoldan yəni söhbət gedir. Baxın, deyir, velosipedçi müəyyən məsafəni 48 dəqiqəyə gedirsə. Baxın, bu 48 dəqiqəyə gedirsə, bu neçə dəqiqəyə gedər bilmirəm. X deyirəm məsələ üçün. Yəni, məsələ nədir? Getdiyi yollar eynidir. Getdiyi yollar eynidirsə, tənasülə də yaza bilərəm. Belə də düşünə bilərik. Getdiyi yollar eynidirsə, sürəti zamana vuranda getdiyi yolu verirmi? Baxın, 5K-nı vururam 48'ə. Bu getdiyi yolu verir. Bunun sürətini də zamana vursam, baxın, bunlar nə olar? Bərabər olar. Buradan K-lar gedər. X bərabərdir. 5 vur 48 bölü 2. Bu da bundan gedir 24. 5'e vurdum 120. Yəni 120 dəqiqə. D variantı. Mən növbəti baxıram. 6-cı sual. Baxın, AX çıxılsın B bölünsün 2 bərabər 3x üstəgəl 4. Deyir, tənliyin sonsuz sayda həlli varsa. Baxın, bu xətti tənlikdirsə, baxın, bu şəkilə gətirib sonsuz sayda nə vaxt olur? A0, B0 şərti ödənəndə. Demək, buradan çarpaz eləsəm, AX çıx B bərabər 6x üstəgəl 8.
Düzdürmü? Dəyişənlər sola, ədədlər sağa. Buradan da x'i çıxartsam ortaq. Və artıq baxın, bizdə A'nın yerinə açıq 6 durur. B'də isə sərbəst 8 üstəgəl B durur. İndi bu hər ikisi nə olmalıdır? 0 olmalıdır ki, sonsuz sayda həlli olsun. Deməli, A bərabər 6-ya. B üstəgəl 8 0 olanda B'də nə olmalıdır? Mənfi 8 olmalıdır. Bizə bunların cəmini istəyir. Yəni 6 üstəgəl mənfi 8 oldu mənfi 2. Mənfi 2 B variantı. Növbəti baxıram 7-yə. Demək 7-də nədir? Demək düzgün 6 bucaqlısında BK, KA 1'dir. DK parçasının uzunluğunu istəyir. Belə bir şəkildir. Bu oldu A. B, C, D. Y, F. Demək bura DK'dır. Bura 1. Burada 1. Demək ikisi birbirine bərabər. Bizdən DK'nı istəyir. Baxın. Bizdən buranı istəyir. Baxın, bilirik ki, düzgün 6 bucaqda bir daxili bucaq 120. Hardan gəlir? Demək, bir xarici bucaq, ümumiyyətlə çox bucaqlının, istənilən çox bucaqlının xarici bucaqlar cəmi 360'dır. Demək, mən xarici bucaqların cəmini tərəflərin sayına bölsəm, alıram bir xarici bucağı. Onda daxili bucaq nə olur? 120. Baxın, bu düzgündür deyə bunlar bərabərdir. Baxın, buranı birləşdirsəm, düzdürmü? Bütöv 180 olmalı. 180'den 120 çıxdım, 60. 2'ye böl 30, 30. Bütöv 120 olmalı deyə bura düşdü, 90. Aydındır. Baxın, bu olur kiçik diagonal. Kiçik diagonal nəyə bərabərdir? A kökçə. Digər tərəfdən də biz bunu buradan bilirik. Bərabər yanlış bucaqda, təpə bucaq 120 idisə, oturacaq yan tərəfdən kökdə 3 dəfə böyükdür. Yəni, oradan da gələ bilər. Bunu da bilməsən, buradan hündürlük çək, oradan görəcəksən. Niyə A kökçə olduğunu. Aha. Biz nə aldıq? Biz, baxın, belə bir düz bucaqlı 3 bucaq aldıq buradan. Və Pifagora görə gedib artıq mən x'i tapa bilərəm. X orada hipotenuzdur. X'in kvadratı bərabər katet 1'in kvadratı 1 üstə gəl. Burada A kök 3'ün kvadratı. Şimdi buradan sual çıxır. A nəyə bərabərdir? Buradan görürəm də A nədir burada? 2. Ben burada A yazmışdım deyə. Bura oldu 2, bura oldu 2. Onda bu oldu nə? Bura oldu 2 kök 3. Artıq 2 kök 3'ün kvadratı demək neçə olur? 12. Bu da olur nə? 13. Onda x nəyə bərabərdir? Kökdə 13'ə. X də bizə soruşulan tərəfdir. Cavab oldu E variantı. Növbəti baxıram 8'ə. 8'də limitdir. Görən nə istəyir bizdən? Demək limit. Baxın, x yaxınlaşır 2'yə. Sürət x kvadrat çıx 4. Məxrəc x kvadrat çıx 3x üstə gəl 2. Baxın, x nəyə yaxınlaşır? 2'yə. Aparıb x-ə 2 yazıram. 2'nin kvadratı 4. 4'dən 4 çıxdım. Sürət oldu 0. Burada x-ə 2 versəm, kvadrat 4. Demə məxrəc oldu 0. 0 bölü 0 aldımsa bu nədir? Qeyri-müəyyənlik. Baxın, qeyri-müəyyənlik oldusa siz bunu necə əldə edəcəksiniz? L'Hopital qaydasıyla. L'Hopital qaydası nədir? Sürətdən ayrıca törəm alıram, məxrəcdən ayrıca törəm alıram. Sürət olur 2x, məxrəc olur 2x çıx 3. Artı x-i yenə 2 yazsam sürət olur 4, məxrəc olur 4 çıx 3. Yəni məxrəc 1, sürət 4, cavab olur 4, E variantı. Növbət baxıram 9'a. Ədədi sistənin n-ci həddi, yəni AN bərabər 4n plus 1 deyir olarsa, AN çıx 1-ci həddi soruşur. Yəni burada nə var ki, n-in yerinə apar, n çıx 1 yazdan. Məsələn, AN verəndə mənə A5'i soruşsaydı, aparıb n-ə 5 yazmıram. İndi burada n çıx 1 soruşur, n-in yerinə n çıx 1 yaz. 4 vur n çıx 1 üstə gəl 1. Bu oldu 4n çıx 4 üstə gəl 1. Bu da oldu 4n çıx 3. 4'den çıx 3 A variantı. Düz görürəm də oranı mən n çıx 1 n A. Baxıram ona. Funksiyanın ən böyük qiymətini soruşur. Y bərabər 3 çıx. Demək sinus kvadrat x. Baxın, sinus kvadrat x'in qiymətdə çoxu nədir? Sinus x'in qiyməti çoxluğu mənfi 1 1'dir.
Kvadrat olduğuna göre mənfini ala bilməz. 0, 1 deyirik. Bir dəfə 0 yazsam 3 çıx 0 cavab 3 olur. Bir dəfə 1 yazsam 2 olur. Demək harda yerləşdi? 2, 3 parçasında. Bizə də ən böyük qiymət istəyir. Təbii ki, ən böyük qiymət nə olur? 3 olur. D variantı. Baxıram 11-ə. Demək 11-də fikir verin. Burada baxsaq vektorlar hamısı eyni istiqamətdə gedir. Eyni istiqamətdə gedən vektorların cəmi həmişə 0-a bərabərdir. Yəni A üstəgəl B üstəgəl C üstəgəl D bərabər olmalı nəyə? 0-a. İndi bizə nə deyir? D hansını deyirsən? 0-a. C variantı. Bunu digər tərəfdən də belə düşünə bilərsən. Məsələ üçbucaq qaydasında məsələ belə deyirik də. Tutalım ki, məsələ belə olanda, məsələ bura A olsun, bura B olsun, bura X olsun. X nəyə bərabər olur? A üstəgəl B olmur. Məsələ eyni istiqamətdə məsələ gedənlərin cəmi X-ə bərabər demirdik. İndi baxın, burada da məsələ üçün baxın, eyni istiqamətdə gedən məsələ A, B, C. Bunlar eyni istiqamətdə gedir. Bunları məsələ topladım. Bərabər eləmək istəyirəm. Bunun istiqamətini mən dəyişirəmsə, fikir verin. Baxın, bunun istiqamət, D-nin istiqamət dəyişirəmsə, qarşıya mənfi atmalıyam. Bərabərdir mənfi D-yə. Həmin qaydaya görə belə də düşünə bilərsən. Burada da mənfi D sola keçəndə üstəgəl D olur və sağ tərəf nə olur? 0 olur. Yəni bu oradan gəlir. Cavab oldu C variantı. Baxıram növbəti 12-yə. Demək 12-də 2 üstü 50 üstəgəl 2 üstü 52 bölünsün 20. İfadəsinin də qiymətini hesablayın. Məsələn, sürətdə ortaq 2 üstü 50-ni çıxartsam, qaldı 1 üstəgəl 2-nin kvadratı. Məxrəcdə oldu 20. 2 üstü 50 vur 5. 2-nin kvadratı 4 üstünə 1 gəl 5 böl 20. Baxın, bunlar gedir 4 qalır. 2 üstü 50 bölünsün 4 demək 2-nin kvadratı deməkdir. Böləndə əsaslar eyni qüvvətlər çıxılır. Olur 2 üstü 48. 2 üstü 48 oldu C variantı. Demək növbət baxıram 13-ə. 13-də nə deyir? Şəkər kəlməsinin hərflərin yerini dəyişərək 5 hərfli neçə fərqli, ona fərqli sözü önəmlidir. Neçə fərqli mənalı və mənasız söz yazmaq olar. Baxın, orada fərqli deməsəydi, neçə hərf var orada? 5 hərf var. Elə 5 faktorial götürərdim. Amma fərqli dediyinə görə, məsələ baxın, bu ələrin yerinin məsələn neçə dənə eyni hərf var? 2 dənə eyni hərf var da ələr var. Məsələn, bu ələrin yerini dəyişəndə eyni söz alınır axır. Amma bizə fərqli deyir. Ona görə neçə dənə eyni hərf var? 2 dənə. Bölməliyəm 2 faktoriala. 5 faktorial 120 deməkdir. 2 faktorial 2 deməkdir. Böləndə 60. Cavab 60 olur. D variantı. Tutalım burada 2 dənə eyni hərf məsəl üçün. 2 dənə də yenə eyni, məsələn 4 dənə eyni hərf olsa, məsələn ikisi eyni, ikisi eyni. Onda məxrəcdə 2 faktorial bölü 2 faktorial böləcəyik. Yəni məxrəcə biz belə yazmalıydıq. Məsələn 2 dənə tutalım Ə var. Məsələn 2 dənə tutalım ki A var. Eyni sözün içində. Onda baxın məxrəci bu şəkildə yazmalıydın. Bizə 2 dənə Ədir deyə elə 2 faktorial böldüm. Topluda o suallardan çoxdur. Baxıram 14-də. Ədədin kvadratı 12 mislindən 8 vahid böyükdür. Baxın, bizim ədədimiz olsun A məsəl üçün. İndi ədədin kvadratı nədir? A kvadrat. 12 mislindən, yəni ədədin 2 mislindən 8 vahid böyükdür. Baxın, bu bundan 8 vahid böyükdürsə, demək 2-nin üstünə 8 gəlsən bərabər olur. Demək A kvadrat çıx 2A çıx 8 bərabər 0. Toplayanda müsbət 2 vuranda mənfi 8. Bu da müsbət 4 ilə mənfi 2 olur da, toplayanda müsbət 2, oranda mənfi 8. Aha. Bu bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın deyir. Hə, bizə gəl, bağışlayın, bizə böyük deyil. Mən bərabər qoydum, elə bildim, bərabər demək istəyir. Ədədin kvadratı onun 2 mislindən 8 vahid böyük. Ədədin kvadratı onun 2 mislindən 8 vahid böyükdür. Demək, beləymiş də. Bir dəqiqə şərti tam oxumuram. Ədədin kvadratı onun 2 mislində. Baxın, ədədin kvadratı bu. Ədədin 2 mislindən 8 vahid böyük olan ədəd də budur. Baxın, bu deyir, kiçikdir. Yəni, ədədin kvadratı ədədin 2 mislindən 8 vahid böyük olan ədəddən kiçikdir. Yəni, belədir. Bu bərabərsizlik olur bu şəkildə. Baxın, köklər nədir?
Bayaq tapmışdı deyəsən müsbət 4 ilə mənfi 2. İndi kvadratın əmsalı müsbətsə, bax kvadrat əmsalı müsbətsə və kvadrat ifadə sıfırdan kiçikdirsə, həllər çoxu harda yerləşir? Köklərin arasında. Mənfi 2, 4. Bu belə. Bərabərsizə ödənən tam ədədlərin cəmini istəyir. Bərabərsizə ödənən tam ədədlər nələrdir? Mənfi 1, 0, 1, 2, 3. Və budur. Bunlar toplayanda gedəcək. 2 ilə 3-ün cəmi 5. Oldu A variantı. Baxıram 15'ə. 15'te deyir Nazim və Şamilin aralarında olduğu 8 nəfərlik bir heyətdən 2 nəfər seçilir. Baxın Nazim var. Nazim və Şamilin aralarında olduğu 8 nəfərlik bir heyətdən 2 nəfər seçilir. Demək Nazim var, Şamil var. Bir də bunlardan başqa bir 6 nəfər var da belə deyək. Nazim və Şamilin aralarında olduğu 8 nəfərlik bir heyətdən 2 nəfər seçilir. Seçilmiş 2 nəfər arasında Nazim və Şamildən yalnız birinin olması ehtimalını tapın deyir. Demək fikir verin. Neçə nəfər var burada? 8 nəfər var. 8 nəfərdən mən 2 nəfəri kombinizon 8-dən 2-yə seçərəm. Bu mümkün halların sayım. İndi mənə deyir ki, o seçdiyin 2 nəfərdən, seçilmiş 2 nəfərdən arasından Nazim və Şamildən yalnız biri. Yəni, bu ikisindən yalnız biri. Fərq yoxdur, hansı olur olsun. Demək o seçdiyim 2 nəfərdən biri ya Nazim ya Şamil olmalıdır. Şimdi bunlar 2 nəfərdir deyə ikisindən birini seçməliyəm məcburən. Kombinizon 2-dən 1-ə. Gələn neçə nəfər qalır? 6 nəfər qalır. Digər biri də bu 6 nəfərdən biri olmalıdır. Kombinizon 6-dan 1-ə. Bu şəkildə. Məxrəc oldu. 8 faktorial böl 6 faktorial vur 2 faktorial. 2-dən 1-ə 2 deməkdir. 6-dan 1-ə 6 deməkdir. Bu gelir. Burada qalır 7 vur 8. 56'ını da 2'ye böl. Oldu 28. Bu da 2'ye geçsin. 14 kalır. 2'ye gelir 3 kalır. 2'ye gelir 7 kalır. Cevap 7'de 3. 7'de 3'te C variantı. Növbəti baxıram neçəyə? 16'ya. Mağazada bir ayakkabının qiyməti 120 manatdan 96 manata endirilmiştir. Ayakkabının qiyməti neçə faiz endirilmiştir? 120 manatda bu 100%'dir. 96 manata endi, bu da oldu x faiz. X bərabər 96 vur 100 bölü 120. 20'ye gelir 5, 20'ye gelir 6. Bu da bundan gelir 16, bu da 1. Oldu 80%. Bakın 100'den düştü 80%. Neçə faiz azaldı? 20% azaldı. Yani C variantı. 17'ye baxaq. Deyir kompleks ədədini cəbri şəkillə gətirin. 1 bölünsün 3 minus i. Baxın bunu cəbri şəklə gətirmək üçün sürət məxrəcin qoşmasına vururam. Qoşma 3 plus i'dir. Məxrəc kvadratlar fərqi 3'ün kvadrat 9 çıx i kvadrat. Sürət olur bu şəkildə. i kvadrat demək mənfi 1 deməkdir. 9 çıx mənfi 1 demək üstə gəl 1 olur. Bölü 3 üstə gəl i bölünsün 10. Buna cəbri şəklində yazanda bu şəkildə yazmalıyam. 10'da 3 üstə gəl 10'da 1 i. İndi bizə nə istəyir? Həqiqi hissəni istəyir. Həqiqi hissə nədir uşaqlar? A-dır. Yəni 10'da 3. Bu da oldu C variantı. Baxıram 18'ə. ABCD A1 B1 C1 D1 düzbucaqlı paralelipedində F nöqtəsi B1 C1 tərəfinin üzərindədir. AD-ni 6 verib. DC-ni 4 verib. C1 3 olası AF üçbucağının sahəsini soruşur. Demək baxın. Şəkli çəkək. Bu olsun belə. Demək bura A. Bura B. C
A1, B1, C1, D1. Baxın bizə nə verib? AD-ni 6 verib, DC-ni 4 verib, CC1'i 3 verib. İndi. Buradan bura. Buradan bura. Baxın bizə bu üçbucağın sahəsini istəyir. Baxın bizdən bu üçbucağın sahəsi lazımdır. O rənglənmiş üçbucağın sahəsi lazımdır. İndi bunun sahəsini necə tapaq? Əslində çox sadədir. Bax, fikir verin mənə. Baxın, bura 4-dürsə, bu düzbucaqlı paralelsə, bilirik ki, bütün üzlər nədir? Düzbucaqlıdır. Demək, mən, baxın, buradan bir hündürlük endirsəm, yəni arxa tərəfdən də elə bir ki, arxa yan üzdə. Bura 3-dürsə, baxın, burada olur 3. Düzdürmü? Bunu bu şəkildə çəksəm, baxın, bura olur 4. İndi fikir verin. Baxın, bu üzlə, bu tillə arasında bucaq. Burada 90'dır deyəm. Baxın, burada nə olmalıdır? Burada 90 olmalıdır. Bu şəkili yaxşı çəkim. Baxın, burada olmalıdır 90. Burada 4'dür. İndi mən normalda, baxın, F nöqtəsindən AD tərəfin, baxın, bu üzünə bunu bu şəkildə hündürlük endirə bilərəmmi? Baxın, bu əslində bura elə bir 90'dır da. Amma fikir verin, figurun daxilində nə əmələ gəlib? Bir dənə düzbucaqlı, baxın. Burada bir dənə düzbucaqlı üçbucağı əmələ gəlib, baxın, içəridə. O düzbucaqlı üçbucağa görə katet 3 və 4'dür. Piyatonuz nə olur? 5. Demək ki, AFD üçbucağın hündürlüyü, baxın, 5 olur. Və həmin hündürlüyün çəkildiyi tərəfdə 6'dır. Və biz artıq sahəni tapa bilərik. 2'də 1 vurulsun, 6 vur, 5. Bu da olur 15. Yəni A variantı. Növbəti baxıram 19'a. Deyir 8'də 3'ü demək boş olan su qabındakı suyun 5'də 3'ü istifadə olunduqdan sonra 30 litr su əlavə edilərək qab doldurulur. Qab neçə litre su tutur? Yəni 8'dən 5'ə əkib götürək. Məsələn 40. Belə götürək. Elə bir ki, qab ağzına qədər dolsa 40x su tutur. Belə düşünək. İndi 8'də 3'ü boşdursa, baxın, boş olan 8'də 3'ü nə demədi bunun? 15x boş deməkdir. Onda dolu nə qədər olur? 25x. Bunu elə bir 8'də 3'ə vururam. Olur 15x. Yəni 15x boşdursa 25x dolu deməkdir. Bu oldu bu şəkildə. Sonra nə deyir? Suyun olan 8'də 3 boş olan su qabındakı suyun 5'də 3'ü istifadə olunduqdan sonra. Demək, baxın. Demək, dolu olan qabın 5'də 3'ü istifadə olunandan sonra nə qədər qalır? Baxın, 5'də 3'ü istifadə olunursa 5'də 2 qalır da. 25x'i vururam 5'də 2. Artıq bu nədir? Qabda qalan sudur. 5'də 3 istifadə olunandan sonra qabda qalan sudur. Bizə də deyir ki, sonra 30 litr su əlavə edilərək qab doldurulur. Demək, fikir verin, hal-hazırda qabda bu qədər su var. Yəni qaldı. Hal-hazırda 5'də 3 gələn sonra bu qədər qaldı. Sonra üzərinə 30 litr su əlavə edilərək qab doldurulur. Artıq doldusa nə qədər oldu? 40x oldu da. Bu gedir. Burada qalır 5x. Vurdum oldu 10x. Üstəgəl 30 bərabər 40x-a. Buradan da 40'dan 10'u çıxsam 30x bərabərdir 30'a. X bərabərdir 1'ə. Qab neçə litr su tutur? Qaba nə qədər su tutur dedik? 40x dedik. X 1 olduğuna görə cavab elə 40 olur. Oldu A variantı. Baxıram 20'yə. Katları 8-13 olan düzbucaqlı üçbucağın katetlərin orta nöqtələri birləşdirilmişdir. Alınan trapesiyanın sahəsini tapın. Demək, bir dənə düzbucaqlı üçbucaq var. Katetin biri 8, biri 13. Nə oldu deyir? Düzbucaqlı üçbucağın katetlərinin orta nöqtələri birləşdirilir.
Bakın orta nokta birleştirilir. Artık ne oldu? Burada bir trapez əmələ geldi. Bakın böyle bir trapez. Bakın bize bu trapezə nəyini istəyir? Bize bu trapezin sahasını istəyir. Gəlin bu şəkili elə üzü aşağı çevirək, rahat görək. Elə buranı düzəldim. Demə bura 8'dir. Burada 13'dür. İndi biz baxın bu trapezin sahasını tapmaq istəyiriksə, nə etməliyik əslində? Böyük üçbucağın sahasından. Baxın kiçik bu ağ olan üçbucağın sahasını çıxsam, rəngləm hissənin sahası qalarmı? Bu orta nöqtə olduğuna görə baxın bura 4 ise bura 4. Düzdür? Bura 6,5 ise burada 6,5. Bu olsun A, B, C, M, N. Baxın mən S, demək B, M, N, C'nin sahasını tapmaq istəyirəmsə, yəni trapezin sahasını tapmaq istəyirəmsə, böyük ABC üçbucağın sahasından çıxmalıyam A, M'nin sahasını. İndi ABC üçbucağın sahası bütöv böyük düzbucaq üçbucaqdır. Katet 8, katet 13. Katetləri vurdum bir-birinə, böldüm 2'ye. Çıxılsın. AM'nin üçbucağın sahasını tapmaq istəyirəmsə 4'ü vururam 6,5'e, bölürəm 2'ye. Bundan bu gedir 4'ü demək 13'e vur 52 olur. Bundan da bu gedər 2 qalar, bu da olur 13. 52'den də çıxıram 13'ü. Neçə eləyir? Demək 9, 39. Cavab olur 39, B variantı. Növbət baxıram 21'e. X'in hansı qiymətin ifadəsinin qiyməti 0'a bərabərdir. Baxın, ifadənin qiyməti 0 olmaq üçün nə olmalıdır? Sürət 0 olmalıdır. Düzdürmü? Məxrəc 0 ola bilməz. Demək, X bərabər deyil 5'dən. Burada X orta çıxarıram. X 0 ola bilər və X 5 ola bilər. Dedik X 5 ola bilməz. 0 ola bilər. Yalnız A variantı. 22'ye baxıram. Deyir hündürlüğü 12 olan rombun daxilindəki hər hansı nöqtədən bütün tərəflərə qədər olan məsafələrin cəmi neçə santimetrdir? Baxın bu bizdə bir romb. Bu rombun hündürlüğü 12. Rombun daxilindəki hər hansı nöqtədən bütün tərəflərə qədər olan məsafələrin cəmi neçə santimetrdir? Baxın, burada hər hansı bir nöqtə götürürüm daxilində. Harada götürürüm? Məsəl üçün burada bir nöqtə götürürüm. Tamam ki, burada bir nöqtə götürürüm. Düzdür? Hər hansı bir yerində. Tərəflərə qədər məsafə deyir. Bütün tərəflərə qədər məsafələrin cəmi soruşur. Məsələn, bu. Baxın, bu. Bu. Və bu. Baxın, əslində elə bu mənə rombun hündürlüyünü vermir. Bəli. Demək, buradan bura bütövcəm 12. Düzdür? Yəni, rombun hündürlükləri bir-birinə bərabərdir axı. Buradan bura rombun hündürlüyünü vermir. Bəli. Demək, bu da nədir? 12. Elə bütöv bunların hamısının cəmi 12 üstəgəl 12, 24 eləyir də. Yəni, C variantı. Məsələn, burada sual verə bilərsiniz ki, müəllim, hardan bildiniz ki, mesela bu nöqtədən bura hündürlük çəkdirsə, bu hündürlükdə bir düzxət üzərində yerləşir. Bunu hardan bilərəm? Baxın, bunlar bir-birinə paraleldir axı. Sən məsələn bu nöqtədən bura çəkdiyin düzxət 90'dırsa, bura çəkdiyində burada 90'dır axı. Elə bir iki paralel düzxət, üçüncü düzxət çəkəndə, məsələn orada daxili çarpazlar, uyğun bucaqlar bir-birinə bərabər deyil. Burada 90'sa, burada 90'sa, bu bir düzxət üzərində mən onu çəkə bilərəm yəni. Yəni o şəkildə düşünə bilərsən. Baxıram 23'e. 23 36'nın kvadratı bölünsün 2 vur 3'ün kubu. Artıq məxrəcdə sadə vuruqlar gördüyümə görə 36'nı düşünürəm nə yazım?
2'nin kvadratı 4, 3'ün kvadratı 9, vuran 36 eləyir. Bunda kvadratı. Demək sürət olur 2 üstü 4 vur 3 üstü 4. Məxrəc olur 2 vur 3'ün kubu. Böləndə bunlar gedir. Burada bir dənə 3 qaldı. Bu da bundan getdi. Qaldı 2'nin kvadratı. 4 3'e vur 12. Burada cavab oldu artıq 12. Cavab tələb olunan sual. Birinci dəqiqə. Az qala səhv gedirdi. 2 üstü 4'ü 2'ye böləndə qüvvətlər çıxır. Kub qalır orada. 2 yazmışam. 2'nin kubu. 3 üstü 4'ü də demək 3 üstü 3'e böləndə 3 üstü 1. 8 3'e vur 24. Cevap 24. Şimdi 12 görənə yorumla yazacaq. Müəllim cevap 24. Demək 24'e baxıram. Bir ay ərzində istehsal olunan məhsulun sayından asılı olarak gəlir funksiyası. Mesela gəlir funksiyası neymiş? 60x çıx 2x'in kvadratı. Demək şəklində verilmişdir. Gəlirin maksimum olması üçün neçə ədəd məhsul istehsal olunmalıdır? Və əslində nədir? Baxın, gəlirin bu məhsulun sayından asılı olaraq gəlir funksiyası. Bu gəlirdir. Baxın, bu gəlir maksimum olması üçün x burada nədir? X burada məhsul, elə bir ki, neçə ədəd məhsul istehsal olunmalıdır? X burada istehsal olunan məhsuldur. Bu da ümumi gəliri verir. Yani dolayısıyla bize biz ne demek istəyir? Yani deyik, bu funksiya en büyük olması üçün, bakın bu funksiya en büyük olması üçün x neçə olmalıdır? Yani dolayısıyla bunu soruşur bize. Biz bunu törəmə ilə də yaza bilərik. Mesela köhnə qayda ilə m-i taparam. Elə bir m tapdığım m elə x-in qiymət deyildi. Elə də yaza bilərəm. İndi artıq blokdur. Siz törəmə keçmisiniz. Yani mesela burada kub olsa nə verəcəydin? Ona görə törəmə ilə yazmaq daha məsləhətlidir. Yani bu deməli ki, törəməsini sıfır eləyən qiymət, baxın bunun törəməsini sıfır eləyən qiymət əslində bunun maksimum eləyən qiymətdir. Bu olacaq 60 çıxılsın 4x bərabərdir 0-a. Buradan 4x 60, x bərabər 15. Yəni x 15'dir. Yəni x'in 15 qiymətinə gəlir maksimum olur. Aydındır? Neçə ədəd məhsul istehsal olunmalıdır? 15 ədəd. Yani 15 ədəd məhsul istehsal olunsa gəlir maksimum olar. Yəni bu onu bildirir. Növbəti baxıram 25'ə. Hər biri şahmat və dama dərnəyinin ən az birinə gedən 30 nəfərlik sinifdən 10 nəfəri dama dərnəyinə getmir, 16 nəfər isə şahmat dərnəyinə getmirsə, neçə nəfər hər iki dərnəyə gedir? Baxın. Bu bizdə şahmat və dama dərnəyinə gedənlərin bütöv sayıda elə bir diaqramla qeyd eləyək. Bu dama, bu şahmat. Baxın, hər biri şahmat və dərnəyinə ən az birinə gedirsə, demək 30 şagird hər biri dərnəyə gedir. Yəni burada getməyən söhbəti yoxdur. İndi qulaq asın. Məsələ deyir ki, 30 nəfərlik sinifdən 10 nəfəri dama dərnəyinə getmir. Baxın, 10 nəfər dama dərnəyinə getmirsə, onda belə çıxır ki, 14'ü gedir də. Düzdürmü? 14 deyilimi bağışlayın. 20 nəfər. Mesela 10 nəfəri dama dərnəyinə getmirsə, demək 20'si şahmat dərnəyinə gedir. Mesela 10 nəfər damaya getmirsə, yox elə düşünməyək, belə düşünək, ən gözəli. Kanka biz şərtin əvvəlindən bildik ki, ən azı birinə gedən 30 nəfərlik sinif var. Demək burada kanka heç birinə getməyən məsələsi yoxdur. Hamısına gedən var. Burası eləsi var içində ikisinə də gedir. Eləsi var yalnız birinə gedir. İndi bax. 10 nəfəri dama dərnəyinə getmirsə, demək bu yalnız şahmata gedənlərdir. Yəni 10 dərnəyə, məsələn damaya getmirsə, 100% 10 nəfər yalnız şahmata gedənlər deməkdir. 16 nəfər isə şahmat dərnəyinə getmirsə, demək 16 yalnız damaya gedənlər deməkdir. Və bunların bütöv cəmi, bu 3 dənə xananın cəmi bizə 30 verməlidir. Bunların cəmi neçə eləyir? 26. 30'dan çıxıram 26 nə qalır? 4. Demək 4 nəfər hər iki dərnəyə gedir deməkdir. Neçə nəfər hər iki dərnəyə gedir? 4 nəfər. Baxıram 26'ya. 3, 2, 5 ədədlər sırasının modasını tapın. Moda nə idi? Moda ən çox təkrarlanan ədəd deməkdir. Baxıram burada nə var? Gözümə dəyən 2 var. Başqa nə var?
Sonra 3 var. 3'ü də başqa rənglə qeyd edim. Başqa nə var? 15 var. Onu da başqa rəng qeyd eləyək. Başqa nə qaldı? Demək 2'lər getdi. 3'lər getdi. 15'də də dedik, 11'də bir dənədir. İndi burada ən çox təkrarlanan nədir? Baxın, məsələn 2'dən sayı olaraq neçə dənədir? Demək 1, 2, 3, 4 dənə. 3'dən neçə dənədir? 1, 2, 3 dənə. Düzdürmü? 15'dən də nə qədərdir? 2 dənə. Biz nə demişik? Moda ən çox təkrarlanan deməkdir. İndi ən çox təkrarlanan nədir? 2'dir. Demək sırasının modasını tapın 2. Yəni moda 2'dir. Cavab budur. Baxıram 27'yə. Nöqtələrə uyğun, nöqtələr üçün demək uyğun müəyyən edin. Demək A nöqtəsi A3, B nöqtəsi -2B. Demək 1'də deyir ki, AB nöqtələri ordinat oxuna nəzərən simmetrikdir. Uşaqlar, ordinat oxuna nəzərən simmetrikdirsə, nə demişik? Y qalır, X əksinə dəyişir. Demək, X burada -2'dirsə, demək burada X 2 olmalıdır. Ordinat olduğu kimi qalmalıdır. Yəni, bu verilən nöqtə bu şəkildə olmalıdır. X -2'dirsə, demək burada X müsbət 2 imiş ki, əksinə dəyişib -2 olub. Çünki Y nəzərən simmetrik deyir axır. Y nədir? Olduğu kimi qalır. Demək, A oldu nə? 2. B nə oldu? 3. Və salam. Bizə də bunların cəmi nə olur? 5. A plus B 5'dir. Açıq B -1 var. Açıq B -1 var mı orada? Demək cəmi 5. Demək A variantı 1'ə A getdi. Açıq B -1 var mı? Açıq B -1 yoxdur. Bu belə. İndi gedəm 2'yə baxıram. 2'də deyir ki, apsis oxuna nəzərən simmetrik. O X oxuna nəzərən simmetriksə, onda X olduğu kimi qalır. X burada -2'dirsə, demək A da -2 olmalıdır. Y əksinə dəyişməlidir. Y burada 3'sə, onda B nə olmalıdır? -3 olmalıdır. Demək buradan başa düşdüm ki, A ilə B'nin cəmi, yəni 2 üstə gəl, -3, -1 olmalıdır. Cəmi. Fərqi isə, açıq B vardı orada. Açıq B 2 çıx, -3, bu 2 üstə gəl 3, 5 olmalıdır. Demək cəmi -1, cəm -1, 2'yə C uyğundur. Bir də cəmi 5. Daha sonra fərqi 5. Açıq B 5, bir də B uyğundur. Yəni 2'yə BC. Sırayla yazım. B'də uyğundur. İndi keçdim 3'ə. 3'də deyir nöqtələr koordinat başlanğıcına nəzərən. Koordinat başlanğıcına nəzərən simmetri olanda hamısı əksinə dəyişir. Yəni burada A, onu yazım aşağıda. A3 -2B. Baxın, koordinat başlanğıcına nəzərən simmetri olanda hamısı əksinə dəyişir. X -2'dirsə, demək A müsbət 2 imiş. Bu 3 isə, demək B də -3 imiş. Düzdürmü? Bəli. Buradan demək cəmi olacaq -1. Bir dəqiqə. Bircə dəqiqə. Üzr sən burada səhv eləmişəm mən. Demək o X oxuna nəzərən simmetrik deyəndə X qalır, Y dəyişir. Burada ikisini dəyişmişəm mən. X -2'dir axı burada. Demək A qalmalıdır da. A -2'dir burada. Demək toplayanda bunlar -5 olmalıdır. Baxın toplayanda -5 olmalıdır. Çıxanda 1 olmalıdır. Demək -2 çıx -3, bu da -2 üstə gəl 3 1. Demək toplayanda -5. Toplayanda -5 harda var? D-da. Toplayanda -5 D-da. D 7. Çıxanda da 1. A çıx B 1 harda var? Yoxdur. İndi 3'ə baxın. Koordinat başlanğıcına nəzərən simmetri olanda hamısı əksinə dəyişməlidir. X -2'dirsə, burada X müsbət 2 olmalıdır. Burada Y 3 ise B əksinə -3 olmalıdır. Toplayanda -1 getdi artıq 3'ə C.
Bir də çıxanda olacaq demək üstə gəl 3, 5. Çıxanda da 5 B variantı. Demək 3-ə B ilə C uyğun gəldi. Bu belə. Sonra baxıram ətraflı tələb olunan sual 28. Qutuda 5 qırmızı, 4 mavi, 3 yaşıl kürəcik var. Qutudan çıxarılan 2 kürəcikin hər ikisinin ya qırmızı ya da yaşıl olma ehtimalı tapın. Demək qırmızı 5, mavi 4, yaşıl 3. Qutudan çıxarılan 2 kürəcikin. Cəmi nə qədər kürən var? Cəmi 12 kürən var. 12-dən ikisini seçdim bu üsulla. 2 kürəcin hər ikisinin qırmızı. Nə qədər kürəcin qırmızı var? 5 dənə. İkisi də qırmızı olsun. Oldu 5-dən 2. Bu 1. Sonra nədir? Hər ikisinin ya qırmızı ya da yaşıl. İndi yenə 12-sindən ikisini bu qədər üsulla seçə bilirəm. İkisi də nə olsun? Yaşıl olsun. Yaşıl nə qədərdir? 3 dənə. Bu da 3 dənə. Ya dediyinə görə topladım. Ya bu, ya bu. Bu da artıq olur. 12 faktorial böl 10 faktorial vur 2 faktorial. Sürət 5 faktorial böl 3 faktorial vur 2 faktorial. Bu da 12 faktorial böl demək 10 faktorial vur 2 faktorial. Sürət də olur 3 faktorial böl 1 faktorial 2 faktorial. Bu belə. Bundan bu gedir. Qaldı 11 vur 12. Bundan gedir 6, 11'e 66. Bu da bundan gedir. Qaldı 4 vur 5. 22'ye böl 10. Digəri. Bundan bu gedir. Yine məxrəc olur 66. Sürət də olur nə? 3. Olur 66'da 13. Cavab. Növbət baxıram 29'a. Oturacağının tərəfi 6. Düzgün 6 bucaqlı piramidanın. Demək, düzgün 6 bucaqlı piramida çəkin bir dənə. Gözün pauza eləyim, şəkli çəkin, vaxt getməsin. Demək, bu olsun bizim şəklimiz. Düzgün 6 bucaqlı piramida. Demək, oturacağın tərəfi 6. Düzgün olduğuna görə təbii ki, hər biri 6, 6'dır bunlar. Bu şəkildə. Və deməli, düzgün 6 bucaqlı piramida yan səthinin sahəsi 252 verib həcmi soruşur. Baxın, piramidanın həcmi nəyə bərabərdir? Piramidanın həcmi 3'də 1 S oturacaq, vur H-dır. Düzdürmü? Demək, biz nəyi tapmalıyıq? Düzgün 6 bucaqlının sahəsini. Oturacağın sahəsi. S oturacaq bərabərdir. Baxın, düzgün 6 bucaqlının sahəsi nə deməkdir? 6 dənə bərabər tərəfli 3 bucağın sahəsi deməkdir. Bir dənə bərabər tərəfli 3 bucağın sahəsi bu. 6 dənə eynisi deyə vurdum 6'ya. 6 vur A kvadrat. 6'da 36. Vur kök 3 böl 4. Demək, bunlar gedər. 9 oldu 54 kökdə 3. Bu bizim oturacağının sahəsi. Oturacağın sahəsi hazır. Bir dənə lazım mənə hündürlük lazım. Baxın, mənə deyir ki, piramidanın yan səthinin sahəsi 52. Baxın, bu düzgün 6 bucaqlı olduğuna görə oturacaq. Bunun yan səthinin sahəsi hər biri bir-birinə bərabərdir. Baxın, 6 dənə sahələri bərabər olan 3 bucaqlar var yanında. 6 dənə sahələri bərabər olan 3 bucaqlar var yanında. Onda bir dənəsinin sahəsini gəlin tapaq. Baxın bir dəyə. Baxın. 6 dənə sahələri bərabər olan yanında 3 bucaqlar var. İndi S-yan 252 olduğuna görə baxın, S-yan bərabərdir 6 vur S1. Bir dənəsinin sahəsini S1 qeyd edirəm də. Buradan da 6 S1 bərabər 252'yə. Buradan da S1 bərabərdir 4, 42 mi olur? 42'yə. Baxın, bir dənə yan üzünün sahəsi 42'dir. İndi bizə həcm lazım. İndi baxın, həcmi biz necə tapmalıyıq? Piramidanın hündürlüyü lazımdır. Bunu silirəm artıq. Bir dənəsinin sahəsini tapdım. İndi məni dinlə. Mən buradan piramidanın hündürlüyünü çəkirəm. Düzdür? Baxın, piramidanın hündürlüyünü çəkdim.
Bize ne lazım? O yan üzünü burada qeyd edelim. Bakın. Bakın bu yan üzünü bir dənə hündürlüğü lazım mənə. O niye lazım bilirsinizmi? Çünkü fikir verin. Orada bir düzbucaq üçbucaq qurup piramidin hündürlüğünü tapmaya çalışıram. Fikir verin. Bakın bize yan yani apofem lazımdır. Apofem necə tapa bilərəm? Bir dənə yan üzünün sahəsi 42-dirsə, elə bil ki apofemin hündürlüyü fikir ver. Bura h-dır, bura h. Baba h-ı 6'ya vurup 2'ye bölsəm, h-ı 6'ya vurup 2'ye bölsəm, həmin bir dənə yan üzün sahəsini verəcək. Buradan da h-ı tapıram neçə? 14 mi olur? Elə bir 3 olur. 42'ni 3'e bölürəm. 14. Bakın buranı tapdım 14. Fikir verin. O üçün baxın bura oldu 14. Mən biz nə etməliyəm? Baxın bunu eləmək istəyirəm. Baxın. Bu düz bucaqlı üç bucağı qururam. Buradan piramidin hündürlüyünü tapıram. Baxın bu piramidin hündürlüyü tapıram. Yaxşı onda belə çıxır ki, bu nədir? Bu baxın tərəfə çəkilirsə demiş ki bu daxilə çəkilmiş çevrənin radiusudur. Təpəyə çəksəydim baxın təpəyə. Onda xarici çəkilmiş çevrənin radiusu olardı o. İndi mən tərəfə çəkmişəm də daxilə çəkilmiş çevrənin radiusudur əslində o. İndi düzgün altı bucaqlının daxilə çəkilmiş çevrənin radiusu a kök 3 bölü 2 deyil. Əslində bir də bərabər tərəfi 3 bucağın elə bir ki hündürlüyü medianın tənbölənlə bərabərdir. İndi a nəyə bərabər düzgün altı bucağın tərəfi 6'ya. Yəni buraya yazıram 6 kök 3 bölü 2 bu oldu 3 kök 3. Aha. Mesela sual qəşəngdir ha, yəni gör nəyə də iş görürük. Deməli daxilə çəkilmiş çevrənin radiusu nə oldu? 3 kök 3 oldu. Düzdürmü? Bəli. İndi mən gedirəm Pifagora görə h-ı tapa bilərəmmi? Taparıq. Baxın h kvadrat bərabər. Hipotenuz elə bir ki neçə idi? 14 idi. 14'ün kvadratı 196'dan çıxıram. Daxilə çəkilmiş çevrənin radiusunu. Yəni nəyi? 3 kök 3'ü. 3 kök 3'ün kvadratı neçə olur? 27 mi olur? 16'dan demək 7 çıxdım. 169 oldu deyəsən bu. Kök çıxırsa üzümüz gülür də yəni. Düz deyirikmi? Demək 6. Bəli. 169. Onda h nə oldu uşaqlar? 13 oldu. Vəssalam. Artıq biz həcm tapa bilərik. 3'lə 1 vurulsun. Piramidanın oturacağının sahəsi 54 kök 3'dür. Bu da vurulsun hündürlük 13. O belə. Buradan da artıq oldu. Buradan balacalaşdırım. Elləşmə onu. Baxın bu nə oldu? Bundan bu gedir. Qaldı 18. 18 də vur 13'e. Bərabərdir. Demək 234 kökdə 3. Baxın belə. Cavab budur. 234 kökdə 3. Bu piramidanın həcmi. Görün nə qədər yol gedirik. Yəni belə deyim uşaqlar. Bu piramidanın mahiyyətini başa düşməyən, sadəcə tüstür əzbərliyim yazacağım deyən adam bunu yazamaz. Bunun mahiyyətini başa düşməlisən ki, piramidin hündürlüyünü mən necə tapa bilərəm? Neynəsəm o hündürlüyü məsələ tapa bilərəm? O formada analiz eləməlisən. Yəni analizli bir sualdır bu. Baxıram 30'a. 30'da bizə isbatdır təbii ki. Baxın. Bir dənə bir çevrəmiz var. Demək bir dənə belə bir kəsən. Bir dənə kəsən. Bura A, B, bu da oldu mərkəz. Baxın buradan bura perpendikulyar çəkilib. Bu oldu X. Buradan bura perpendikulyar çəkilib. Bu olsun Y.
Belə. İndi görə nə deyir bizə? Deyir, o mərkəzi çevrədə AC, AE kəsənlər O nöqtəsindən kəsənlərə çəkilmiş perpendikulyarların uzunluqları x və y-ə bərabərdir. Verilənlər əslində ispat edin ki, A vur A plus B bərabər C vur C plus B doğrudur. Demək, gəlin bunu ispat edək. Necə? Baxın. Birinci belə edək. Məsələn, buranı birləşdirsəm və buranı birləşdirsəm. Burada baxın, bura erdir, burada erdir. Burada bərabər yanına bir üçbucağı əmələ gəldi mi? Gəldi. Bu çəkilən hündürlük eyni zamanda median tənbüləndi deyə bu B nə oldu? Yarıya bölündü. Bu oldu, baxın, B böl 2. Bu da B böl 2. Burada da eyni qaydayla yenə radius olsa siləcəm buranı. İndi hələ ki bunu göstərirəm. Burada D böl 2, burada D böl 2. Burada baxın. Bakın. Bax. Bu düzbucaqlı üçbucağa görə. Baxın. X kvadrat üstəgəl B kvadrat böl 4 bərabər R kvadrat olurmu? Baxın, bu düzbucaqlı üçbucağa görə də yazsam. Demək, Y kvadrat üstəgəl D kvadrat böl 4 R kvadrat olur mu? Demək, nə oldu? Bunlar birbirine bərabərmiş. Baxın, bunun bərabərliyini buradan göstərdim. Dəqiqə. Bunların bərabər olduğunu göstərdik mi? Bəli. İndi artıq baxın, bunu silirəm. Buranı silirəm. Ne indirəm? Buradan bir mərkəzi birləşdirən bir düz xətt çəkirəm. İndi baxın, bu düzbucaqlı üçbucağa baxın bir dənə. Biri bu. Baxın, biri də bu. Və bu düzbucaqlı üçbucaqlar, baxın, bura nə yazım? Bura bir C yazıram. Baxın, elə bir AO düz xəttinin uzunluğuna C yazıram. Hər iki düzbucaqlı üçbucağın hipotenuzudur mu bu? Bəli. Demək, bunun katetlərin kvadratları cəmi bərabərdir C kvadratına. Bunun da katetlərin kvadratları cəmi bərabər C kvadratına. Elə olar birbaşa bərabər edirəm. Demək, bizim fikir verin. Bu katetimiz, baxın, bu katetimiz A üstəgəl B bölü 2'dir. Katetimiz X'tir. Demək, yazıram, baxın, X kvadrat üstəgəl A plus B bölü 2'nin kvadratı. Bu bərabər olmalıdır C kvadratına. Eyni zamanda C kvadrat nəyə bərabərdir? Baxın, bu düzbucaqlı üçbucaqda o da C kvadratdır. Elə ki, o da hipotenuzdur. İndi baxın, aşağıda olan düzbucaqlı üçbucağının kateti nədir bura? C üstəgəl D bölü 2. Bir katet də Y-dir. Bunu da yazıram ki, Y kvadrat üstəgəl C plus D bölü 2'nin kvadratı. Gəlin bu kvadratlara yüksəldək bunu. Bu olacaq A kvadrat üstəgəl 2 misli AB üstəgəl B kvadrat böl 4. Sonra demək bərabərdir. Y kvadrat üstəgəl C kvadrat üstəgəl CD üstəgəl D kvadrat böl 4. Fikir verin, yuxarıda nə qeyd eləmişəm? X kvadrat üstəgəl B kvadrat böl 4 nəyə verir? R kvadrat verir mi? Bura bax. X kvadrat üstəgəl B kvadrat böl 4 nə verir? R kvadrat verir. Yazıram A kvadrat üstəgəl AB üstəgəl R kvadrat. Demək, bura fikir verin. Y kvadrat üstəgəl D kvadrat böl 4 R kvadrat verir mi? Bəli. Y kvadrat üstəgəl D kvadrat böl 4'ün yerine də R kvadrat yazsam, C kvadrat üstəgəl CD üstəgəl R kvadrat. Və bunlar ikisi də sağ solda eyni bir ədəd olduğuna görə sola keçirsəm, bunlar islah gedər. Və sonuçta nə qalır? A kvadrat üstəgəl AB bərabər C kvadrat üstəgəl CD. Bunu da ortaq çıxartsam, solda məsələn ortaq çıxartsam, bunu alaram. Sağda da ortaq çıxartsam, bunu alaram. Və bizə lazım olan düsturu ispat eləmiş oluruq. Bu da oldu sonuncu sual. Qəşəng isbatdır. Sağ olun, hər birinizə uğurlar.